Uşaqlar, hər vaxtınız xeyir. Bu videoda sizlər üçün Bingix'dən necə pul çəkə bilərik bunu göstərəcəm. Çünki Bingix'dən pul çəkərkən önəmli olan maksimum dərəcədə fiyini düşük tutmağa çalışırıq. Mən Bingix'dən istəsəniz bunu P2P ilə də eləyə bilərsiniz. İstəsəniz Binance atıb Binance-da nəqləşdirə də bilərsiniz P2P ilə. Mən Binance P2P-ni istifadə etdiyimə görə orada hesabım olduğuna görə, həcmim olduğuna görə mən bunu Binance üzərindən eləyəcəm və sizlərə də Binance üzərindən göstərməyə çalışacağam dostlar. İndi bu qıraqda ekran çıxacaq, telefonun ekranı və oradan sizlərə detallı bir şəkildə göstərəcəm necə şəkildə eləyə bilirsiniz. Telefondan istifadə etdiyiniz üçün çoxunuz, telefondan etdiyiniz üçün telefondan elədim ki, hamınız da rahat bir şəkildə görüb aydın bir şəkildə başa düşəsiniz. İndi ekran kaydını telefonda başlatım. 3, 2, 1. İndi dostlar ilk öncə telefonumuzda gördüyünüz kimi ekranı gəldi. Telefonun burada Bingix uygulaması və Binance uygulaması ikisinin olması mütləqdir. Bingix hesabını açmağın da videosunu çəkmişəm. Burada yuxarıda kartlarda çıxacaq video necə olmalıdır. Hesab açdıqdan sonra da burada proqramını yükləyib proqramdan istifadə edə bilirsiniz. İlk öncə Binance-a gedirik. Binance-dan adres götürməliyik ki, depozit eləyək pulumuzu ora. Add fund qismına toxunuruq. Yəni depozit eləmək üçün mən ingilis dilində istifadə edirəm dostlar. Sizdə burada da Azərbaycanca olacaq. Eyni sadəcə görəcəksiniz qismləri. Sadəcə də Azərbaycanca yazılmış olacaq. Depozit kriptoya vururam. Burada USDT-ni seçirəm. Məsələ buradadır. Burada Binance, B20, Tron, ETH, Aptos, Plasma, Solana, Polygon, Arbitrum bir sürü blockchain ağı var. Mən buradan Aptos seçirəm. Yəni mən niyə Aptos seçirəm dostlar? Burada fi ücrətləri demək olar ki 0-a bərabərdir, 0,01-dir. Ona görə Aptosla eləyirəm və Aptosdan cüzdan adresi olaraq Aptosu, blockchain adresi olaraq Aptos istifadə edirəm. Buradan blockchain adresini kopyalayırıq. Gördüyünüz kimi çıxırıq buradan, keçirik, giririk Bingix'ə. Bingix'ə girdikdən sonra da burada hesabımızda mütləq şəkildə pulun, yəni bu əslində Bingix'də normaldır. Binance-da spotda olması gərəkir. Burada ehtiyac yoxdur. Funded və spotda. Gəlirik Withdraw'a vururuq Bingix'də. Gəldik buradan USDT-ni seçdim məsələn. Mən də burada ayrı qoyuram USDT. Seçdim USDT-ni. Gəldim buradan bu qismdən az öncə kopyaladığım adresi yapışdırdım. Adresi yapışdırdım. Aşağıda network, yəni blockchain network'ünü seçirik. Bura vurduğum zaman avtomatik olaraq Aptos başa keçdi. Çünki hal-hazırda seçəcəyim ağın Aptos olduğunu özü avtomatik olaraq yapay zəka ilə təyin edə bilir. Seçirəm Aptosu və buradan göndərəcəyim məbləği $50 seçirəm. Nə qədər göndərmişəm? 50,063 nəsə ardını oxumuram. Nə qədər gedəcək? 50,053 0001. Gördüyünüz kimi çox minimumdur. Gəldim buradan confirm eləyirəm. Buradan bir dənə bunu doğrulayıram. Və məndə biraz doğrulamalar daha çoxdur. Okay. Və bu şəkildə mən artıq withdraw request submitted. Mənim çəkim əmrim yerinə yetirildi. Buradan da çəkim əmrimi görə bilirik. Görürsünüz. Baxın burada. İndi buranı saxlayıram bu ekran sizin üçün. Withdrawing processing, yəni hal-hazırda işlənir. Əməliyyat bitdikdən sonra withdraw success gələcək. Bunu da biz birazdan Binance-da görəcəyik. Və dostlar, proses burada işlənir gördüyünüz kimi və ekranda buradan mən sizlərə bildirimləri göstərmək istəyirəm. Baxın, USD deposit successful, $50 Binance hesabıma yatdı. Bingix withdraw successful, Bingix USD deposit confirmation, yəni göndərmə Binance-dan gələn bildirimdir. Yəni deposit confirmation doğrulandı. Bingix'dən də çəkim işləmi doğrulandı, mailini aldıq. Bu şəkildə Bingix'dən rahat bir şəkildə Binance-a pulumuzu çəkə bilərik və pulumuzda gəlib baxdığımız zaman burada spot və ya funded cüzdanımızda olmalıdır. Bir saniyə. Funded spot cüzdanımıza düşüb artıq Binance tərəfində. Bu şəkildə rahat bir şəkildə cüzdanımıza pulu ataraq nəqdləşdirə bilərik. Deyəlim biz bura pulu atdıq və necə nəqdləşdiririk bu pulu? Bunu da bu videoda izah edeyim, kakraz gəlmişkən. Bu hissəyə pulumuzu atdıq. Gəldik. Buradan P2P qismi var. P2P-yə gəlirəm. P2P-yə toxunuram. Buradan sell qismına toxunuram. Gəlib buradan uyğun satıcını tapıram. Mənim satacağım məbləğə uyğun satıcını. Gəldik. Baxırıq bizim verəcəyimiz. Məsələn, burada ülvi seçirik. Ülvini 1.68 ilə M10-la satışımızı veririk. Gəldik ülvi tərəfindən əmrimizi atırıq. Please order veririk. Gözləyir əmrimizi. İndi gözləyirik adam gəlib burada təsdiqləsin ödənişi göndərdiyini. Diqqət edirik 83 manat 88 qəpik, göndərdiyi məbləğ 83 manat 88 qəpik. Eyni şəkildə bu
Buna diqqət edin və adamlar bəzən göndərdim deyib sizə çek atır və ya bəzən göndərdim deyir, gözləyirsiniz gəlmir. Ona diqqət edin. Pul hesabınıza oturmamış tam olaraq. Burada payment receive'a vurmayın qəti bir şəkildə. Gözləyin pul hesabınıza otursun, ondan sonra payment receive'a vurun. İndi bu qardaşımız deyəsən pulu istəmir. Bir doğrulama göndərsəydi pulu da buraxardıq. Ay qardaş, bu qardaş vuranda altda burada order'ın şey ha, все. Gördünüz? Bax, payment göndər. Please release crypto. Yəni kriptonu sərbəst buraxın. Bax burada payment received yuxarıdan da vura bilərsiniz. İstəsəniz dala çıxıb bu arxa sayfada payment received vurub buradan doğruluyursunuz. Gəldiniz. Mən də üz doğrulaması paske ilə doğruladım. Bu qədər sadə. Mən bunu Binance tərəfindən elədim. Bu qədər prosesini. Siz əgər bunu P2P ilə yox, istəyirsiniz ki, birbaşa karta çəkim eləyəsiniz. Onda da çox sadə. Gəlirsiniz buradan Quick Buy hissəsi var. Ora vurursunuz. Sell-ə vurursunuz. Məsələn, indi biz də hesablayaq. USDT ilə hesablayaq. 50 dollar satmışdıq. Elə deyil. 50 dollar. Siz gəlirsiniz buradan 50 dollar seçirsiniz. 50 dollar sat vurursunuz. Bizə nə lazımdır? Burada AZN lazımdır, qardaş. AZN ver bizə. Bəli, AZN ilə vururuq. USDT-ni seçirik. 50 dollar seçirik. 83 manat 25 qəpik. Orada amma 83 manat 88 qəpik elədi və cüzi 50-dən fərqlilik var idi. Sell vururam. Buradan Emon Bank. Emon'a görürsünüz 82 manat 55 qəpik düşür. Bank transferinə 83.25 kimi düşür. Azərtürk Banka 82.55. Yəni 82 manat bank transferi, bu Hindistan nə əlaqə? Neysə, bizə yuxarıda ABB-yə də 82.55, kapitalda 82.55 kimi düşür. Selə toxunursan, gəlirsən burada adama sərbəst buraxırsan, Bingix arada doğrulama işlərini tamamlayır və hesabıma pul oturur. Bu şəkildə buradan eləyə bilərsən dostlar. Bu videomuz bu qədər olsun. Diğer videoda görüşene de özünüzden muayet olun. Eğitim serisinin 3. videosunda pul çekmeye gösterdim. Biraz yerler səhv düşmüş olabilir. Bir sonraki videoda da pul depozit etmeye göstereceğim sizlere. Necə pul depozit olunur. Bu prosesin tam əksi də eyni prosesin, amma yenə də onu da sizlərə göstərəcəm. Narahat olmayın. Videonun altında maksimum yorumlarınızı gözləyirəm. Allah'a emanet. Diğer videoda görüşərik.